Salam uşaqlar, necəsiz? Axşamınız xeyir. Uzun müddətdir video çəkə bilmirdim. Axır ki, bugün vaxt etdim. Deməli, 22, 23, 24-də sinifdə işlədiyimiz üçün mən 25-dən başlayacağım. İlk videomuz listening olacaq. Mən baxıram, ilk öncə tekst nədən bəhs eləyəcək? Mənim bir anlayışım olsun, ilkin məlumatım olsun. Hər yerdə Red Sea gördüm. Spesifik olaraq Qırmızı dənizin nə ilə məşhur olduğunu soruşacaq məndən. Burada bunlara diqqət edəcəm ki, bu şəhərlərdən hansınınsa qədim tarixi var. Zəngin tarixi var. Zəngin tarixinə görə bilinən qədim şəhəri soruşacaq məndən. Soruşacaqmı Ciddə Misirdədirmi? Əslində Misirdə deyil, amma yenə də dinləmədən bilirəm. Okey. Getdik. Mən teksti dinləyib qayıtdım. Nəzərə alıram ki, siz də dinləmisiniz. Biri saxlayacağım axıra. Axırda ümumi mətnin mövzusunun topiki tapmaq daha asandır. İkincidə baxaq. Məndən spesifik olaraq soruşurdu ki, Qırmızı dəniz nə ilə məşğuldur? Coral reefs. Coral reefs uşaqlar mərcan qayalıqları, mərcan rifləri deməkdir. Deməli, Qırmızı dənizdə su təmizdir. Rəngli balıqlar da var, landmarklar da var. Keçmişdə də trade activity, ticarət fəaliyyətinə görə məşhur olubdu. Keçmişdə də ticarət fəaliyyəti ilə məşğul olublar insanlar burada. Ancaq ki, o əsasən Coral Reef-ə görə məşhurdur. Bu cümləni eyni ilə tekstdə səsləndirir. Zəngin tarixi ilə məşhur olan qədim şəhər də Ciddə şəhəridir. Ciddə. Jeddah is a city in Egypt, not in Egypt, but in Saudi Arabia. Ciddə Saudiya Ərəbistanında olan şəhərdir. Ona görə bu false olacaq. Egyptdə olan Hurghada idi. Yəni Misirdə olan şəhər Hurghada idi. The Red Sea is named because of its red-colored water. Bəli, suyu qırmızıya çalır deyə ona qırmızı dəniz deyirlər. Bu da coral reeflərdən gəlir. Snorkeling uşaqlar dalış. Sadəcə diving bu arxalarına oksigen balonu geyinib dərinə dalmaqdır. Snorkeling isə ayaqlarına o xüsusi belə deyim də alət mi deyim, nə deyim, geyinirlər və onunla dalırlar. Yəni çox dərinə dalış deyil diving kimi. Hurghada and Jeddah are two cities along the Red Sea. True. Hurghada və Ciddə Qırmızı dənizin ətrafında olan iki şəhərdir. Artıq birinciyə baxa bilərəm. Mövzum nədən bəhs elədi? Qırmızı dənizdən. Qırmızı dənizin nələr var orada? Niyə Qırmızı dənizdir? Keçmişdə nə var idi? Ətrafındakı şəhərlər hansılardır? Deməli, ümumilikdə Qırmızı dənizi vurğulayır. Onun təbii gözəlliyindən danışmır təkcə, vurğulayır, amma həmçinin orada olan aktivitilər, ətrafında olan şəhərlərdən də danışır. İndi məsələn snorkeling, diving orada populardır, bundan danışır. Tarixi önəmindən danışmır. Daha doğrusu vurğulayır, amma bütün tekst bu haqda deyil. Ticarət xətləri vurğulayır, amma bütün tekst bu haqda deyil. Cities and landmarks. Yenə buna toxunur. Məsələn, Ciddənin, Hurqadanın adını çəkir, amma bütün tekst bu haqda deyil. The sea is situated between Africa and Asia. Nə olsun bu cavabda Qırmızı dənizin adını çəkməyibdir? Deyir ki, Afrika və Asiya arasında yerləşən dəniz. Bəli, bu dəniz Qırmızı dənizdir və bütün tekstdə ümumilikdə Qırmızı dəniz haqqındadır. Bütün onun xüsusiyyətlərinə toxunur.